ənzələ fiili min ön qoşması ilə bir yerdə işlədilir və endirmədi. Nəyi endirmədi? Sual verəndə demək ənzələ mə burada təsirli feildir. Demək, təsirli feildə özündən sonra gələn tamamlığı, baxmayaraq ki, burada yiyəlik halındadır, amma şeyin vasitəsiz tamamlıqdır. Vasitəli yox, vasitəsiz tamamlıqdır. Sonra, in əntum illə təkzibun. İn əntum, in deyilsiniz, burada inkar ədatıdır. Amma çox hallarda in şərt adatı kimi işləyir, əgər mənasını verir. Amma burada çox az hallarda belə olur ki, ərəb dilində in inkar ədatı vəzifəsində işlədilir. İn əntum, siz deyilsiniz, illə başqası təkzibun. Siz təksib edirsiniz. Mənası belə olacaq. Siz təksib edirsiniz. Demək, in burada nəfi hərfi, yəni inkar ədatı, əntum mübtəda, illə başqası, məgər mənası var, istisna hərfidir. Təkzibunə yalan söyləyənlərdən. Yalan söyləyənlərdən. Təkzibunə kəzibə feilindəndir. Xəbərdir və feili cümləsi. Yəni təkzibunə demək siz söylərsiniz, demək feilin ikinci şəxsində və nədir? Cəmdədir. Sonra gəlir bizə 16-cı ayə inşallah. Qalu Rabbuna ya'lamu inna ileykum lemursalun. Baxaq mənalarına. Dedilər, bizim Rəbbimiz bilir, həqiqətən biz sizə göndərilmiş elçilərdənik. Məna demək, bədiləşdirəndə onlar dedilər, demək, bizim Rəbbimiz bilir ki, biz sizin üçün göndərilmiş peyğəmbərlərdənik. İndi başlayaq. Qalu dedilər, qalə feilindəndir, cəmdədir, üçüncü şəxsdədir. Rabbuna nədir? Bizim Rəbbimiz tərkibi nədən ibarətdir? Birinci